Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Deməli, bugün bizim dərsimiz olacaqdı nə? Tozlanma, düzdür? Təkcə tozlanmanı keçəcəm. E, e, Oxuyarsınız, bir də testini atacağım. Sınaq kimi onu işləyərsiniz. Deməli, ümumiyyətlə tozlanma sizcə nədir uşaqlar? Gəlin belə baxaq da. Mhm. Deməli, baxın, bura nə yazılıbdı? Rəngi dəyişək. Aha. Yazıb ki, geniş sahəli bağlı ağacların çiçəkləməsi dövründə arı pətəklərinin qoyulması məsləhət görülür. Sizcə bunun səbəbi nə ola bilər ki, geniş sahəli bağlarda ağacların çiçəkləməsi dövründə arı pətəklərinin qoyulması məsləhət görülür. Bunun səbəbi sizcə nə ola bilər? Aşağıda da yazılıb ki, suallara cavab verək. Nə üçün arı, kəpənək və milçəklər çiçəklərə qonur? Bu zaman hansı proses baş verir? Aha, deməli, geniş sahəli bağlarda arı, kəpənək, milçəklər ağaclara qonur, hansı ki, çiçəkləmə dövründə. Nə üçün qonurlar? Həşərat çiçəyi nə üçün qona bilər? Hansı ki, tozlanma üçün, düzdür? Ümumiyyətlə belə bir cümlə deyirdik də, qızlar yadınızdadırmı? Deyirdik ki, meyvənin əmələ gəlməsi üçün çiçəkdə e, əvvəlcə tozlanma, sonra isə mayalanma baş verməlidir. Mayalanmanı keçəndə deyirdik də, düzdür? İndi biz bu gün əvvəlcə baxaq tozlanma nədir? İndi deməli tozlanmanın nə olduğuna baxacağıq. Deməli uşaqlar, hansı ki tozlanma prosesi, belə deyək, çiçəkli bitkilərə xas olan bir prosesdir və hansı ki çiçəkli bitkilərdə mayalama prosesinin getməsi üçün erkəkçilərdə yaranan tozcuqlar mütləq dişiciyin ağzına düşməlidir. Ümumiyyətlə belə deyək də, biz deyirdik ki, çiçəyin çoxalma hansı ki generativ orqanlar hansı idi? Çiçək, meyvə, toxum, düzdür? Və burada da deyirdik ki, hansı ki çiçəyin hansı ki generativ orqanlar nəyə xidmət eləyir? Deməli deyirdik ki, çoxalmaya xidmət eləyir. Düzdür? Deyirdik ki, vegetativ orqanlar hansı ki kök, gövdə, yarpaq idi. Bunlar bitkinin böyüməsinə, inkişafına, həyat fəaliyyətini davam etdirməsi üçün idi. Amma generativ orqanlar çoxalmaya xidmət eləyirdi. Və deməli çiçəyin əsas hissələri hansılar idi bəs? Erkəkcik və dişicik deyirdik. Erkəkcik bir dənə ibarət idi erkəkcik sapından və nədən? Tozluqdan. Baxın, burada erkəkciyi göstəribdir. Bu içəridə olan erkəkcik sapıdır, bir də onun altında olan dişi, deməli tozluqdur. Tozluğun da içərisində xırda-xırda çoxlu sayda tozluqlar yerləşirdi. Bəs dişicik də 3 hissədən ibarət. Baxın, burada olan yumurtalıq, sonra sütuncuq və ən üstdə olan ağacıq. Belə. Yumurtalıq deyirdik, sütuncuq və ağacıq. Burada da hansı ki belə deyək də, bu da erkəkcik idisə, bunda erkəkciyin sapı idi, tozluq idi, tozluğun da içində çoxlu tozcuqlar olurdu. Bu tozcuqlar gəlib bax bu dişiciyin ağzına düşməlidir. Bu proses adlanır nə? Tozlanma. Erkəkcik tozcuğunun dişiciyin ağzına düşməsi prosesi tozlanmadır. Aydındırmı? Tozlanmanın növlərinə baxaq. Tozlanmanın 2 dənə növü var. Öz-özünə tozlanma və çarpaz tozlanma. Əvvəlcə biz baxmalıyıq, birinci baxaq öz-özünə tozlanmaya. Baxın uşaqlar, öz-özünə tozlanmada bircə dənə çiçək göstərilir. Amma çarpaz tozlanmada baxın 2 dənə çiçək göstərilir. Görürsünüz, çarpaz tozlanmadır bu. Amma hansı ki öz-özünə tozlanmada bircə dənə çiçək göstərilir sxematik olaraq. Deməli, öz-özünə tozlanma nədir? Öz-özünə tozlanma odur ki, bir çiçəkdə olan erkəkcik tozcuğunun eyni həmin çiçəkdəki dişiciyin ağzına düşməsi. Baxın, eyni çiçəkdə olan erkəkcik tozcuğu gəlib düşməli haraya? Həmin çiçəkdəki dişiciyin ağzına. Aydındırmı? Bax, bu çiçəkdə olan erkəkcik tozcuğu gəlib bu çiçəkdəki dişiciyin ağzına düşməlidir ki, biz ona öz-özünə tozlanma deyək.
Öz-özünə tozlanmanın baş verməsi üçün uşaqlar ümumiyyətlə bir sıra uyğunlaşmalar mövcuddur. Hansı ki, belə deyək də, biz buna adaptasiyalar deyirik. Hansı ki, bu adaptasiyalarda deməli hansılardır? Bunu yaxşı yadınızda saxlayın. Öz-özünə tozlanmanın baş verməsi üçün deməli şərtlər nədir? Şərtlər odur ki, baxın, öz-özünə tozlanma. Öz-özünə tozlanmanın baş verməsi üçün uyğunlaşma. Çiçək olmalıdır iki cinsli. İki cinsli. Deməli, öz-özünə tozlanmanın baş verməsi üçün çiçək necə olmalıdır? İki cinsli. Yəni, bir çiçəyin içində həm erkəkcik, həm dişicik olmalıdır. Sonra, öz-özünə tozlanmanın baş verməsi üçün ikinci uyğunlaşma. Erkəkciklə dişicik eyni vaxtda yetişməlidir. Eyni vaxtda yetişməlidir. Nə? Erkəkciklə dişicik. Aydındırmı? Sonra, erkəkcik dişicikdən yuxarıda qalmalıdır. Aydındırmı? Bax belə erkəkcik dişicikdən yuxarıda qalmalıdır ki, bax bu tozcuq asanlıqla gəlsin, belə deyək də, ağzına düşə bilsin dişiciyin. Baxın, görürsüz, burada biraz erkəkciyi hansı ki, uzun çəkiblər, dişiciyi ondan biraz aşağıdadır. Aydındırmı? Baxın uşaqlar, bu qədər. Çiçək iki cinsli olmalıdır. Erkəkcik dişicik eyni vaxtda yetişməlidir. Erkəkcik dişicikdən aşağıda olmalıdır. Erkəkcik dişicikdən yuxarıda olmalıdır, göstərirəm. Və öz-özünə tozlanma bir qism bitkilər vardır ki, hansı ki, həmin bitkilərdə deməli çiçəklər açılmamış gedir. Bir qism bitkilər də vardır ki, onlarda öz-özünə tozlanma çiçək açılandan sonra baş verir. Məsəl üçün buğda, arpa, darı, vələmir, deməli noxud bitkisində buğda, arpa, darı, vələmir, noxud. Bu bitkilərdə öz-özünə tozlanma qapalı çiçəklərdə baş verir. Qapalı. Aydındırmı? Qapalı hansı bitkilər? Buğda, darı, çəltik, vələmir, noxud bitkisində bunlarda necə olur? Qapalı çiçəkdə baş verir. Bir qismdə bitkilər vardır ki, onlarda öz-özünə tozlanma çiçək açılandan sonra baş verir. Açılandan sonra, açıldıqdan sonra. Bu da pambıqdır. Pambıq, kətan, kənaf. Pambıq, kətan, kənaf. Necə olur? Çiçək açılmalıdır ki, onlarda özünə tozlanma baş versin. Baxın, buğda, arpa, darı, çəltik, vələmir. Aydındır, çovdar demədim ha, çovdarda çünki çarpazdır. Çı, belə yadınızda saxlayın. Çovdar çarpaz tozlanma. Amma buğda, darı, vələmir, çəltik, noxud bitkisində isə öz-özünə tozlanmadır. Özü də qapalı çiçəkdə. Yəni çiçək açılmamış öz-özünə tozlanma baş verir. Pambıq, kətan, kənaf bitkisində isə öz-özünə tozlanma çiçək açılandan sonra baş verir. Aydındırmı? Sonra gələk indi isə deməli çarpaz tozlanmaya. Çarpaz tozlanmaya baxın uşaqlar, belə göstərim. Çarpaz tozlanmada isə görürsünüzmü burada 2 dənə çiçək çəkilibdir. Görürsünüzmü sxematik şəkildir. Çarpaz tozlanma nədir? Bir çiçəkdə olan, hansı ki, bir çiçəkdə olan erkəkcik tozu başqa çiçəkdə olan dişiciyin ağzına düşür. Bax, bu çiçəkdə olan erkəkcik tozu gəlib başqa bir çiçəkdəki dişiciyin ağzına düşüb. Və yaxud da ki, bu çiçəkdə olan erkəkcik tozu görürsünüz, gəlib başqa bir çiçəyin dişiciyin ağzına düşüb. Çarpaz tozlanmanın da baş verməsi üçün bir qism uyğunlaşmalar vardır. Bunlar hansılardır? Ümumiyyətlə, belə deyək də, deməli, çarpaz tozlanmanın baş verməsi üçün, belə deyək, erkəkciklə dişicik eyni vaxtda yetişmir. Erkəkcik dişicikdən aşağıda olur. Aydındırmı? Yəni, burada artıq biz demirik ki, çiçək iki cinsli də olmalıdır. Bunu demirik. Sadəcə deyirik ki, erkəkciklə dişicik müxtəlif vaxtlarda yerləşir. Erkəkcik dişicikdən aşağıda olur. Aydındırmı? Yəni, dişicik bu səfər yuxarıda olur. İndi çarpaz tozlanmanın bir neçə dənə forması var. Onlara gəlin baxaq. Bunun biri küləklə tozlanmadır. Küləklə tozlanma, baxın, küləklə tozlanan hansı bitkilər görürsünüz, məsəl üçün uşaqlar? Qarğıdalını görmüsünüz də yəqin ki. Qarğıdalı bitkisini görmüsünüz. Hansı ki, onda çiçəklə tozlanma baş verir. Çarpaz tozlanmadır, özü küləklə tozlanmadır. Hansı ki, bunlarda əlvan çiçək yanlığı yoxdur da, düzdür? Ən azından qarğıdalını görmüsünüz, ən azından çovdarı görmüsünüz, nə bilim. Sonra hansı bitkilər deyə bilərik çarpaz tozlanmaya? Çox idi da bizim bitkilərimiz. Palıdı deyirdik, toz ağacını deyirdik, söyüd, qovaq. Bu bitkilərin heç birinin əlvan çiçək yanlığı olmur. Çiçək yanlığı nə idi? Kasacıq, pilus,
tac. Yəni kasa yarpaqlarının cəmi, pinus ləçəklərin cəmi adlanırdı nə? Çiçək yanlığı. Düzdürmü? Bax, buradan da köhnə biliklərimizi yada salmış olduq. Deməli, çiçək yanlığı necə olmamalıdır? Əlvan olmur. Sonra tozcuqlar çox olmalıdır, yüngül olmalıdır, quru olmalıdır. Erkəkciyin saplağı uzun olmalıdır. Bax, küləklə tozlanan bitkilərdə erkəkcik sapı uzun olur. Aydındır uşaqlar? Onun da içərisinə çoxlu, bax, çoxlu, bax belə tozluğun içərisinə çoxlu, yüngül, quru tozcuqlar olmalıdır. Erkəkciyin sapı bax belə uzun olmalıdır ki, belə sirkələnsin də, fındığı falan görmüsünüzmü? Onun kimi olmalıdır. Hansı ki, bu zaman tozcuqlar gedəcək, yetişəndən sonra gedəcək hansı ki, başqa bir çiçəyin, dişiciyin ağzına düşəcək. Aydındırmı? Bu, baxın, küləklə çarpaz tozlanma. Deməli, küləklə çarpaz tozlanmada çiçək yanlığı olmur, əlvan olmur, çiçəklər ətirsiz olur, çiçəklər nektarsız olur, erkəkciyin sapı uzun olur, tozcuqlar çox olur, yüngül olur, quru olur. Aydındırmı? Nümunələrimiz hansı oldu? Çarpaz tozlama, çovdar, qarğıdalı, sonra söyüd, qovaq, palıd, tozağacı, bunlarda nə idi? Külək vasitəsilə çarpaz tozlanma. Bir də var ki, həşəratlar vasitəsilə tozlanma. Baxın, bir bitki ki, uşaqlar, həşəratla tozlanır. Həmin bitki necə olmalıdır? Əlvan çiçək yanlığı olmalıdır. Yəni əlvan kasa yarpaqları, ləçəkləri olmalıdır. Ətirli nektarı olmalıdır. Sonra yəni çiçək özündən ətir buraxmalıdır, nektar olmalıdır çiçəkdə ki, hansı ki, həmin çiçək həşəratı özünə cəlb edə bilsin də, aydındırmı? Onun üçün. Daha sonra uşaqlar, deməli, dedim nektar. Nektar nədir? Nektar ləçəyin dibində olur, şirəli mayedir. Ləçəklərin dibində olur, hansı ki, həşərat gəlib çiçəyə qonanda, deməli, erkəkciyin tozcuğunu özünə hansı ki, gəlib o nektara qonur, nektar sormaq üçün qonur da həşərat bitkiyə. Bu zaman həmin erkəkçikdə olan tozcuqlar da həşəratın bədəninə yapışır və gedir başqa bir bitkini tozlandırır. Başqa bir bitkiyə qonanda həmin tozcuqlar başqa bir bitkidəki çiçəyin dişiciyin ağzına yapışır və beləliklə də deməli həşərat vasitəsilə çarpaz tozlanma baş verir. Aydındırmı? Daha sonra məsəl üçün həşəratla tozlanan bitkilərdən məsəl üçün lalə xaşaş bitkisi var uşaqlar. Həmin bitkilərin deməli əlvan çiçək yanlığı olsa da, qırmızı rəngdə görmüsünüz də ən azından laləni. Əlvan çiçək yanlığı olsa da həmin bitkilərin nektarı olmur. Həmin bitkilərin nektarı olmur. Bəs həmin bitkiləri kimlər tozlandırır? Həmin bitkilərlə qidalanan böcəklər tərəfindən tozlanır. Hansı ki, onlar vasitəsilə tozlanma baş verir. Deməli, bir də ətirli tütün və gecə çiçəyi bitkisi var. Onlarda isə bax, ətirli tütün, gecə çiçəyi ikisini bir yadınızda saxlayın. Onlar hansı ki, gecə bitkilərdir. Gündüz çiçək açmır, gecə çiçək açırlar. Və onlarda ətirli nektar olur, bir də ki, ləçəkləri ağappaq olur ki, həşəratı özünə cəlb edə bilsin. Beləliklə də həşərat qonur ona və bir çiçəkdən digər çiçəyə qonanda, deməli, erkəkcik tozcuqları yapışır həşəratın bədəninə, digər çiçəyə qonanda onda olan erkəkcik tozcuqları başqa bir çiçəkdə olan dişiciyin ağzına yapışır. Beləliklə də deməli, həşərat vasitəsilə çarpaz tozlanma baş verir. Aydındır mı? Sonra günəbaxan Georgin bitkisi vardır ki, ümumiyyətlə meyvə ağaclarının əksəriyyəti uşaqlar həşəratla tozlanır. Həşəratlarla tozlanan bitkilərin çiçəkləri ya iri olur, iri, əlvan, ya da ki, xırda çiçəklər olur, qrup halında birləşir. Biz bunu çiçək qruplarını keçəndə demişdik. Aydındırmı? Sonra nə deyə bilərik? Bir də var süni tozlanma. Süni tozlanma da insanlar tərəfindən aparılır. Adına baxın, süni. İnsan tərəfindən aparılan tozlanmadır. İnsan yeni bitki sortları əldə etmək üçün süni tozlanmanı aparır. Bir də ki, burada əsas məqsəd belə deyək də, daha məhsuldarlıqlı bitkilər almaqdır. Aydındır mı? Sonra quşlar vasitəsilə tozlanma var. Məsəl üçün, hansı quşlar? Kolibri quşu var. Tutu quşu var. Bəzi hansı ki, belə deyək də, bal soran quşlar var. Onlar deməli tropik bitkilərini tozlandırırlar. Kolibridə, deməli, kolibri quşunun hansı ki, belə deyək də, uyğunlaşma yaranıb onda, hansı ki, dimdiyi uzun olur, boru şəkildə olur. Erkəkciyin deməli tozcuqları yapışır. Hansı ki, bitkinin nektarını sormaq üçün, belə deyək də, onun deməli dimdiyi uzun və olur, boru şəkildə olur. Bir də məməli heyvanlarla tozlanma var. Hansı məməli heyvanlar tozlanmada iştirak edə bilər? Belə sual verilsə sizə, bilin ki, yarasadır, kenqurudur,
Apassum bitki, apassumdur. Sonra bəzi gəmiricilər vardı ki, deməli onlar da tozlanmada çiçəklərin nektarını içən zaman deyir. Hansı ki, bax bu heyvanlar gəmiricilər, kenguru, opossum, yarasalar da çiçəyin nektarını içəndə həmin bitkilərin tozlanmasına iştirak edir. Aydındır? Çox asan dərsdir, amma ki, vacib mövzulardandır bu da. Ona görə ciddi yanaşın mövzuya. Sonra gələk, indi isə burada çalışmalara. Öyrəndiklərinizi tətbiq edin. Nə yazılıb? Həşərat vasitəsilə. Baxın, burada yazdım. Bir dəqiqə. Həşəratla tozlanan bitkilər, küləklə tozlanan bitkilər, öz-özünə tozlanan bitkilər. Gəlin uyğunlaşdıraq uşaqlar. Demək vasitəsilə tozlanmada B variantını buna yaza bilərik. Küləklə tozlanan bitkilərdə hansı ki görkəmsiz çiçəklər olur, kiçik çiçəklər olur, yaxşı inkişaf etməmiş çiçək yanlığına malik çiçəklər olur və s. Çiçəyində nektar olur. Hansı bitkilərin çiçəyində nektar olurdu? Həşərat vasitəsilə tozlanan bitkilərdə A bəndini yazaq. Ay, bir dəqiqə A bəndi gözləyin. A bəndi 2-yə yazdıq A bəndi. Sonra tozcuq iridir, səthində çıxıntılar var. Bu da həşəratla tozlanan bitkilərdə olur. Bu da A bəndi 3-ə. Tozcuqlar quru və kiçik olur. Bu artıq 4-cü deməli küləklə tozlanan bitkilərdir. B bəndi. Sonra 5-ci çiçəklərində güclü ətir olur. Çiçəklərində güclü ətir varsa, bu da həşərat vasitəsilə tozlanmada A bəndidir 5. 5 nə oldu? 5 oldu A bəndi. 6 çiçəklərində nektar olmur. Bu artıq olacaq nə? B bəndi, hansı ki küləklə tozlanan bitkilərdə nektar olmur. Sonra 7 çiçək iri olub əlvan çiçək yanlığına malikdir. Bu da həşərat vasitəsilə tozlanmada A bəndi 7. Çiçəklər ətirsiz olur. Bu küləklə vasitəsilə tozlanmada 8 olacaq B. Kiçik çiçəklər iri çiçək qruplarında toplanmışlar. Bu da külək həşəratla tozlanmadır. 9-a A bəndi. Çiçək qrup halında bitir. Bu da həşəratla tozlanan bitkilərdə olur. Deməli ona aydındır, bu da belə. Sonra gələk nə öyrəndiniz ona baxaq. Bir çiçəkdə olan erkəklik tozunu həmin çiçəkdəki dişiciyin ağzına düşməsi prosesi öz-özünə tozlanmadır. Bir çiçəyin erkəklik tozu başqa bir çiçəyin dişiciyin ağzına, bax digər bitki oldu, digər sözü görürsə, bu bilin ki, çarpaz tozlanmadır. Aydındır? Bu da çarpaz tozlanma adlanır. Sonra gələk. Deyir ki, burada nə deyir? Deyir ki, suallara cavab verin, öyrəndiklərinizi yoxlayın. Nə üçün qızılağac və fındıq kimi bitkilərin çiçəkləri əvvəlcə çiçəkləri, sonra isə yarpaqları əmələ gəlir? Niyə gec çiçək açan bitkilərin çiçək tacı ağ və ya sarı rəngdə olur? Gecə çiçək açanlar. Ona görə ki, gecə qaranlıqda həmin ağ və sarı rənglər daha tez nəzərə çarpır da onun üçün. Nə üçün çiçəkdə nektar damcı şəklində az miqdarda ayrılır? Quşlar tərəfindən tozlandırılan bəzi tropik bitkilər istisna olmaqla. Bunları araşdırıb mənə deyəcəksiniz uşaqlar. Sonra da bitkilərdə tozlanma üsullarını müqayisə edin. Deməli, külək, həşərat, öz-özünə tozlanan bitkilər. İndi görək. Çiçək tacı necə olurdu həşərat vasitəsilə tozlanan bitkilərdə? Əlvan olmurdu. Həşəratla tozlananlarda əlvan olurdu. Küləklə tozlananlarda isə əlvan olmurdu. Sonra erkəklərin yerləşməsi. Həşəratla tozlananlarda erkəkcik dişicikdən aşağıda, külək vasitəsilə də ona da deyirik, amma öz-özünə tozlananda erkəkcik dişicikdən yuxarıda. Dişiciyin yerləşməsi. Əgər çarpaz tozlanmadan söhbət gedirsə, dişicik yuxarıda, öz-özünə tozlanmazsa, dişicik aşağıda. Tozcuq çarpaz tozlanmazsa çoxalacaq, iri olacaq. İndi baxır da burada da. Həşəratla tozlanırsa, tozcuq iri olmalıdır. Aydındırmı? Bir də ki, şey olmalıdır, iri olmalıdır. Bir də ki, belə deyək də, hansı ki yapışqanlı olmalıdır ki, çiçəyin ağzına düşəndə, dişiciyin ağzına düşəndə orada yapışa bilsin. Külək vasitəsilə tozlananlarda isə ətir, nektar falan olmur. Tozcuqlar iri olur, çox olur, quru olur, yüngül olur. Aydındırmı? Sonra çiçəyin ətri. Həşəratla tozlanırsa ətri var, ətirli, nektarlı olacaq. Aydındırmı? Küləklə tozlanırsa ətirsiz, nektarsız olacaq. Bu da belə. Uşaqlar, bugünkü dərsimiz yəni bu qədər. Tozlanmanı oxuyub gələrsiniz. Bir də sınav atacağım, həmin sınavda işləyərsiniz. Keçən dəfəki mövzumuzdan olacaq. Aydındır mı? İndi rekordu dayandırıram. Sağ olun, gecəniz xeyrə.